Hər kəsə salam. Pensiyadan Nə Xəbər kanalına xoş gəlmisiniz. Xəbər keçmədən əvvəl kanala abunə olub bildirimləri açmağı unutmayın. Bildirimləri açın ki, yeni xəbər gələndə ilk siz xəbərdar olasınız. İndi isə keçək xəbərimizə. Son günlər sosial şəbəkələrdə, eləcə də müxtəlif xəbər saytlarında iyul ayından etibarən pensiyaların, sosial müavinətlərin və təqaüdlərin artırılacağı ilə bağlı məlumatlar yayılıb. Paylaşımlarda minimum əmək pensiyasının 320 manatdan 350 manata, yaşa görə sosial müavinətin 220 manatdan 250 manata çatdırılacağı, veteranlara verilən aylıq təqaüdün də hazırki 80 manatdan 130-150 manata artırılacağı iddia olunur. Müzakirə olunan məsələlər arasında pensiya təyinatı üçün tələb olunan minimum pensiya kapitalının artırılması da var. Bu halda tələb olunan kapitalı toplaya bilməyən şəxslər əmək pensiyası deyil, yalnız yaşa görə sosial müavinət almaq hüququ əldə edəcəklər. Məlumatlarda əlilliyə görə sosial ödənişlərin artırılması ilə bağlı da müxtəlif fikirlər səsləndirilsə də, hazırda bununla bağlı hər hansı rəsmi açıqlama yoxdur. Xatırladaq ki, sonuncu artımlar ötən ilin həyata keçirilib. Həmin dəyişikliklərdən sonra 3-cü dərəcə əlilliyə görə sosial müavinət 150 manatdan 180 manata, 2-ci dərəcə üzrə 220 manatdan 250 manata yüksəldilib. 1-ci dərəcə əlilliyi olan şəxslər üçün ödənişlərdə artım tətbiq olunub. Bəs həqiqətən də növbəti aydan pensiya və sosial ödənişlərin artımı gözləniləndirmi? Oxu24.com xəbər verir ki, mövzunu az politikaya şərh edən iqtisadçı Xalid Kərimli bildirib ki, yaxın dövrdə belə bir sosial paket açıqlanacağı dair gözlənti yoxdur. İqtisadçının sözlərinə görə adətən bu tip qərarlar dövlət büdcəsinin hazırlanması və təsdiqlənməsi prosesində nəzərdə tutulur. Belə növbəti aydan bu cür sosial paketlərin həyata keçiriləcəyinə dair mənim gözləntim yoxdur. Bu barədə yayılan məlumatlar daha çox şayiəyə bənzəyir. Adətən pensiyaların, sosial müavinətlərin və digər sosial ödənişlərin artırılması ilə bağlı qərarlar növbəti ilin dövlət büdcəsi hazırlanarkən tənzimlənir və həmin məqsədlər üçün büdcədə vəsait nəzərdə tutulur. Xalid Kərimli qeyd edib ki, hazırda büdcə parametrlərində belə bir dəyişiklik nəzərdə tutulmayıb. Bu baxımdan hesab etmirəm ki, yaxın aylarda hansı artımlar baş versin. Təbii ki, yekun qərar hökumətin səlahiyyətindədir və istənilən vaxt belə bir addım atıla bilər. Ancaq mövcud vəziyyətdə əsasən mən sosial ödənişlərin artırılmasını gözləmirəm. İqtisadçı əlavə edib ki, əgər sosial ödənişlərin artırılması planlaşdırılırsa, bunun maliyyə mənbələri və büdcə təminatı əvvəlcədən müəyyənləşdirilməlidir. Belə qərarlar qəbul edilərsə ilin sonunda və ya növbəti ilin büdcəsində bunun üçün maliyyə ehtiyatının ayrılıb-ayrılmadığı görünəcək. Hazırda büdcəyə dəyişiklik məsələsi gündəmdə olmadığı üçün pensiya və sosial müavinətlərdə əlavə artımlar baş verəcəyini gözləmirəm. Bir daha qeyd edək ki, hazırda pensiyaların, sosial müavinətlərin və təqaüdlərin artırılacağı ilə bağlı rəsmi qərar açıqlanmayıb. Daha çox belə xəbərlərin gəlməsi üçün kanala abunə olub bildirimləri açmağı unutmayın.